Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında keçirilən 4-cü mini futbol turniri çərçivəsində hökumət və parlament komandaları arasında yoldaşlıq görüşü keçirilib. Bakı Tenis Akademiyasında baş tutan qarşılaşmadan əvvəl Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ardınca Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib. Hökumət komandasında Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Elm və Təhsil naziri Emin Əmrullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov, Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Kobiya İdarə Heyətinin sədri Orxan Məmmədov yer alıblar. Millət vəkillərindən ibarət parlament komandasının heyətində Şahin İsmailov, Azər Əmraslanov, Zahir Şükürov, Ramid Namazov, Vüqar Bayramov, Müşfiq Cəfərov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Emin İmanov və Samir Vəliyev yarışıblar. Maraqlı və gərgin mübarizə şəraitində keçən yoldaşlıq oyunu 6-6 hesablı heç-heçə ilə yekunlaşıb.